Salam uşaqlar, bu gün mən sizə 3-cü sinif riyaziyyatın 2-ci hissəsindən, dərslikdən səhifə deməli 53-də məsələ həllərinə baxacağıq. Deməli 3-cü, 4-cü, 5-ci və 6-cı məsələlərin həllinə baxırıq. 3-cü məsələni oxuyuram. Bir televizor zavoddan 390 manata alınır və mağazada 516 manata satılır. Gün ərzində 7 televizor satılarsa, mağaza nə qədər qazanc əldə etmiş olur? Uşaqlar, əvvəlcə bunu tapmaq üçün biz nə edirik? Bir televizordan nə qədər qazanc gəlir, biz onu tapırıq. Verilmiş 516-dan, yəni böyük olan rəqəmlə 390-ı çıxarıq ki, görək bir televizordan nə qədər gəlirimiz qalır. Misal olaraq yazırıq ki, 516 çıxılsın 390 bərabərdir 126. Deməli, bir televizordan 126 manat qalır. Və gün ərzində deyir ki, 7 dənə televizor satılır. 7 televizor satılır. Bir televizor 126 manatdırsa, 7 dənəsi nə qədər olar? Biz bunu hesablayacağıq. Yəni 126-nı vurarıq 7-yə, cavabımızı alarıq 882. Hesablamanı özünüz də apararsınız. 882 manat. Yəni mağaza 882 manat gəlir əldə edir 7 dənə televizordan. Sonra baxırıq 4-cü məsələyə. 4-cü məsələyə baxırıq. 4-cü məsələdə deyir ki, oxuyuruq məsələni. Ailədə atanın aylıq maaşı 580 manatdır, ananın aylıq maaşı 350 manatdır. Ay ərzində kommunal xərclər 135 manat, qida 400 manat, digər xərclər 280 manat təşkil edərsə, ailənin aylıq yığımı nə qədərdir? Uşaqlar, ümumi əgər hesablamanı aparmadan əvvəl biz baxmalıyıq nəyə? Əvvəlcə ana və ata işləyir, hər biri maaş alır. Aldıqları maaşı, yəni ay ərzində evə nə qədər pul gəlir? Bunu hesablamaq üçün əvvəlcə 580-in üzərinə gələrik 350-ni. Yəni 580 üstəgəl 350 manat. Yəni 580. Bunu da toplayanda eləyəcək deməli 930 manat. 930 manat eləyir. Deməli, ana və atanın maaşı 930 manat eləyir birlikdə maaşı və ay ərzində evə bu qədər pul gəlir. Və bizə soruşur ki, evdəki xərclərdə bilirik 135 manat bir xərclənir, 400 manat bir xərclənir, 280 manat da bir xərclənir. Və ailənin aylıq yığımı nə qədərdir? Yəni, aylıq yığımı tapmaq üçün biz nə edirik? Xərclənən pullarda toplayırıq. Görək hələ biz bu ailə nə qədər ay ərzində pul xərcləyir. Yəni 135 verilib, 135-in üzərinə gəlirik 400-ü ümumi hesablama aparırıq və 280 manat. Bunlar xərclənən pullardır. Hesablayaq görək nə qədər xərclənir. Bunlar da toplayanda cavabımız eləyəcək 815 manat. Hesablamanı mən aparmışam 815 manat. Siz özünüz də baxarsınız, doğrudur yoxsa yox. 815 manat gəlir. Ümumi olaraq ailənin 930 manat aylıq gəliridir. 815 manat xərcləridir. Yəni 815 manat bu ailə ay ərzində xərcləyir. Bəs yaxşı, bu ailənin yığımı, yəni bu ailəyə, anaya, ataya, ailəyə nə qədər pul qalır maaşdan, nə qədər pul qalır? Bunu tapmaq üçün nə edirik uşaqlar? Ümumi puldan xərclənən pulu çıxırıq. Yəni 930-dan çıxarıq 815 manatı. Bu da eləyəcək 115 manat. Bu da eləyəcək 115 manat. Yəni ailənin aylıq yığımı 115 manatdır. Bu ailəyə sadəcə 115 manat pul qalmış olur. Bu 4-cü məsələ. İndi keçirik 5-ci məsələyə. Oxuyuruq 5-ci məsələni.
Satıcı limonun bir ədədini 20 qəpiyə alır, 1 manatın 1/4 hissəsini isə satır. Limonun satışında neçə qəpik qazanc əldə edir? Satıcı gün ərzində 136 limon satarsa nə qədər qazanc əldə edər? Cavabı manat və qəpik ilə ifadə edir. Yəni cavabı tapacağıq, summanı nə qədərdirsə onu manata və qəpiyə çevirəcəyik və bunu necə eləməliyik? İndi sizə izah edəcəm. Deməli, uşaqlar, məsələ 5-i necə həll edirik? Biz bilirik ki, 1 manat 100 qəpik deməkdir, 100 qəpik deməkdir. Bu kəsir hissələrini tapmaq üçün əvvəlki dərslərimizdə mən izah eləmişdim necə tapırıq. 1 manatı çeviririk qəpiyə, yəni 100-ə. Çünki 1-i 4-də 1-ə vurmaq, bölmək eləyə bilməyəcəyik, doğru cavab ala bilməyəcəyik. Ona görə 1 manatımız 100 qəpik olduğuna görə biz yazırıq 100 bölünsün. Demişdik, məxrəcə bölüb sürətə vururuq. Məxrəcimiz 4-dür, sürətimiz isə 1-dir. Bu halda isə 100-ü də 4-ə böləndə düşür 25 dəfə. 25-i də 1-ə vuranda eləyir elə 25. Yəni 25 qəpik. Deməli, satıcı limonun birini 20 qəpiyə alır, 25 qəpiyə də satır. Buradan 5 qəpik deməli qazanmış olur. Hər limondan 5 qəpik qazanmış olur. Sonra deyir ki, bu limon satışına neçə qəpik qazanır? Dedik ki, 5 qəpik qazanmış olur. 20 qəpiyə alırsa, 25-ə satırsa 5 qəpik qazancımızdır. Satıcı gün ərzində 136 limon alarsa nə qədər qazanc əldə edər? Biz burada nə edirik uşaqlar? 136-nı vururuq. 5 qəpik qazanc əldə etdiyinə görə 136 dənə limonu vururuq 5 qəpiyə. Çünki ona 5 qəpik sadəcə xeyir qalır. 136-nı da 5-ə vuranda uşaqlar hesablayırıq. 680 qəpik edir. Yəni 680 edir. Bu da qəpik kimi yazırıq. Qəpik kimi yazırıq. 680 qəpik necə manata çevirərik? Bilirik ki, 100 qəpiyimiz deməli 1 manatdır. 600 qəpikdə eləyəcək 6 manat. Yəni 6 manat 80 qəpikdə elə 80 qəpik kimi qalır. Yəni bizim cavabımız deməli 5-ci məsələnin cavabı olacaq 6 manat 80 qəpik pul olaraqdır. Amma 680 isə ümumi qəpik edir. Sonra 6-cı məsələni oxuyuram uşaqlar sizin üçün. Usta 6 stol düzəltmək üçün taxta və mismarlara müəyyən qədər pul xərcləyir. O bir stolu 36 manata satır. Usta nə qədər gəlir əldə etdi? Usta cəmi 96 manat qazanc əldə edibsə, taxta və mismarlara nə qədər pul xərcləyib? Bunun cavabını tapmaq üçün biz nə edirik uşaqlar? 36 verilir, bir də 6 verilir. Biz 36-nı 6-ya vururuq. 6 dənə stolu deməli 36 manatda düzəldir. Biz nə edirik? Misal olaraq yazacağıq ki 36 vurulsun 6 bərabərdir. 6 vur 36, 6 vur 6 36 eləyir. 6 yazırıq 3 yadda eləyir. Deməli 216 manat. 216 manat. Deməli usta 236 manat buradan neylədi? Bir stolundan pul qazandı, gəlir əldə etdi. Sonra bizə verir 96 verib. Deyir ki, 96 manat buradan əldə edibsə, nə qədər pul xərcləyib. Biz indi buradan nəyi tapmalıyıq uşaqlar? Təbii ki, 216-dan, yəni qazancıdan çıxırıq 96-nı. Bərabərdir. 216-dan da 96 çıxanda qalacaq 120 manat. Bu da deməli usta mismarlara, taxtaya xərclədiyi pul 120 manatdır. 216 manat ümumi qazancı olub, onun 120 manatını xərcləyib, taxtaya, mismara verib, 96 manat isə sadəcə özünə gəlir qalıb.